Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiren tayyiben mübarakan fihi. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz qardaşlar, bugünkü dərsimiz zuhd haqqında olacaq. Zuhd. Zuhd, zahidlik deməkdir. Nəyə görə bu mövzunu danışıram? Çünki indi elə bir zamanda yaşayırıq ki, dünya hücum edir. Hər tərəfdən dünyanın zinəti, bərbəzəyi, şuğul, məşğuliyyəti əksər insanları yayındırıb Allahdan və axirət diyarından. Və günü-gündən bu daha şiddətlənir. Qabaq 20 il, 30 il bundan qabaq belə deyildi. Dünya zinətləri, özünüz də görürdünüz. Bərbəzəyi və içindəkilər. Və bu çox təhlükədir. Həqiqi mənada müsəlman üçün bəladır. Ona görə, əziz qardaşlar, bu zuhd mövzusu bugün danışılsa möhtacsan. Sabah danışılsa yenə möhtacsan. Bir həftə sonra yenə ehtiyacın var. Kim zahidlik barəsində danışırsa, mütləq dinləmək lazımdır, faydalanmaq lazımdır ondan. Çünki möhtacıq həqiqi mənada. Siz təsəvvür edin, qabaq qədim alimlər, mütəqəddim alimlər bu barədə xüsusi kitablar yazıblar. Kitab-ı Zuhd, Zuhd kitabı. Müstəqil kitab yazıblar zahidlik barəsində. Ona görə bu mövzu çox önəmlidir. Və biz də bugün bu mövzudan danışmaq istəyirik. Əziz qardaşlar, aleykümselam və rəhmətullah. Bu mövzunu başa düşmək üçün ilk növbədə bilmək lazımdır nəyi? Dünya həyatının həqiqətini. Dünya həyatı nədir? Nədən ibarətdir? Bunu bilmək lazımdır ki, zuhdu başa düşəsən. Allah Təbaraka və Teala Qur'anda dünya həyatının həqiqəti barəsində bizlərə xəbər verib. Ola bilər, kimsə dünya həyatını başqa cür vəsf eləsin, düzdür? Dünya belədir, dünya budur, dünya nə qəşəng, dünya nə gözəl. Ola bilər, bir şair, bir qəzəlxan, bir dahi insan öz qəzəlində, şeirində, divanında dünyanı müxtəlif şeylərlə vəsf eləsin. Biri də var, Allah subhanahu və teala Qur'anda dünyanı vəsf edir. Həqiqəti barəsində deyir, danışır. Buyurur ki, İ'ləmu, bilin. İ'ləmu feili, əziz qardaşlar, bu söz nə deməkdir? Bilin, agah olun, başa düşün. Əmir formasındadır. Və Qur'anda nə qədər i'ləmu, va'ləmu, bilin, agah olun ki, eşitsəz, deməli, arxasında mühüm bir şey deyilir. Əhəmiyyətli, əzəmətli bir şeydir ki, Allah subhanahu və teala ayənin əvvəlində bilin, başa düşün, agah olun, deyir. Çox önəmlidir. Burada da deyir ki, i'ləmu, bilin və agah olun ki, ennəməl həyatü dünya lə'ibun və ləhvun. Dünya həyatı oyun, əyləncədir. Subhanallah. Və zinətun, və zinətdir. Və təfəxurun beynəkum. Biri-biriniz arasında öyünməkdir.
Və təkəthurun fil əmval vəl əvlad. Mal çoxaltmaqdır, övlad çoxaltmaqdır. Mal çoxaltmaq, biri-birinizin arasında yarışırsınız. Məndə var, qoy məndə də olsun. Onda var, məndə də olsun. Bu dükan açıb mən də açıram. O ticarət mən də eləyirəm. O böyüyüb, mən də böyüyürəm. Biri-biriniz arasında budur. Dünya həyatı bundan ibarətdir. Digər ayədə qul məta'ud dunya qalil. De, dünya həyatı azdır. Nə deməkdir azdır? Qısadır. Digər ayədə وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyil. Subhanallah. Kim vəsf edir? Allah. Digər ayədə أُولَٰئِكَ الَّذ۪ينَ اشْتَرَعُوا الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ. Onlar ahirət həyatının qarşılığında dünya həyatını satın aldılar. Bunu verib bunu aldılar. Məzəmmət edir yoxsa yox? Məzəmmət edir kafirləri. Zuyyinə lillezine kəfəru əl-həyatü dünya. Kafirlərə dünya həyatı zuyyinə, gözəl göstərilib. Digər ayədə və qarradhumul həyatü dünya. Dünya həyatı onları aldatdı. Digər ayədə və məl həyatü dünya illə ləibun və ləhvun. Dünya həyatı oyun, əyləncədən başqa bir şey deyil. Digər ayədə İnnə va'dallahi haqq fələ təğurrannakumul həyatüd dünya. Dünya həyatı həqiqətən Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın. Aləmlərin Rəbbi Allah subhanahu və teala belə vəsf edir dünyanı. Axirət barəsində də xəbər verib. Bəs axirət nədir? Axirət yəni Allahın yanında olanlar, o diyar, o həyat. وَمَا عِنْدَ اللّٰهِ خَيْرٌ وَأَبْقَى اَفَلَا تَعْقِلُونَ. Allahın yanında olanlar daha xeyirli və davamlı, əbədidir. Başa düşmürsünüz? Qardaş, dərs gedir burada. Denən ona. Allah yanında olanlar daha xeyirli və əbədidir. Başa düşmürsünüz? Vəl-əxirətu xeyrun və əbqa. Axirət daha xeyirlidir deyir Allah subhanahu və teala və əbədidir. Digər ayədə və innəd-dərəl-əxirətə ləhiyəl-həyəvanu ləv kənu ya'ləmun. Həqiqətən axirət diyarı həqiqi həyatdır. Başa düşmürsünüz? Digər ayədə və innəl-əxirətə hiyə dərul qarar. Axirət həyatı qərar evidir. Qərar. Qərar tutmaq, yəni əbədi evdir. İmam İbn Qayyim rahimehullah Mədəricü Səlikin kitabında buyurur: "Vəl-Qur'anu məmluun minət-təzhidi fid-dunya." Qur'anda dünyadan zahid qalmaq barəsində ayələr doludur deyir. Nə deyir? Qur'anda dünyadan zahid olmaq barəsində ayələr məmluun, doludur deyir. Və sonra İbn Qayyim rahimehullah buyurur ki: "Fəizə aradallahu bi'abdin xeyran əqamə fi qalbihi şahidən yu'ayinu bihi haqiqətəd-dunya vəl-əxirə." Allah bir insanın, diqqət edin, Allah bir bəndəsinə xeyr istəyəndə onun qəlbində bir şahid oyadır. Onun qəlbində bir şahidlik edən bir şey oyadır. Bəsirət. Həmin onunla dünya həyatının həqiqətini, dünya və axirət həyatının həqiqətini görə bilir. Nə başa düşdünüz? İbrahim. Allah bir bəndəsinə xeyr istəyəndə ona mini verir, ev verir, övlad, ruzi, Əli, yox, qəlbində bir şey oyadır. Və subhanallah, Allah bir bəndəsinə xeyr istəyəndə əzəmətli sözdür. Onun qəlbində bir şahidlik oyadır. Görən, şahid, his. Həmin onunla dünya və axirət həyatının həqiqətini seçə bilir. Nədir, nə deyil? Haqqı yəni burada, haqq axirətdir, batil dünyadır yəni o mənada. Əksər insanlar
vallahi dünya həyatı ilə axirət həyatının fərqində varmır. Fərqləndirə bilmir. Çünki qəlbində Allahın o şahidliyi, qoyduğu şahidliyi yoxdur. Və İmam İbn Qayyim rahimehullah Fəvaid kitabında gözəl bir söz deyir. Buyurur ki, bir insanın axirət həyatına olan rəğbəti tamamlana bilməz dünyadan zahid olmayınca. Nə başa düşdünüz? Bir insanın axirətə olan rəğbəti, istəyi tam ola bilməz. Əgər bu dünyada zahid olmayacaqsansa. Və buyurur ki, bu dünyada zahid ola bilməzsən, iki səhih baxışın olmasa. İki səhih baxışın olmasa. Axirətə rəğbətin tam ola bilməz, zahid olmayınca. Zahid ola bilməzsən, iki baxışın, düzgün səhih baxışın olmayınca. Biri, dünyaya Allahın dediyi kimi baxmalısan. İkinci baxış, axirətə Allahın dediyi kimi baxmalısan. Onda dünyadan zahid olacaqsan. Bir insan ki, dünyaya Allahın dediyi kimi baxa bilmir, deməli, başqa cür baxır, o heç vaxtı zahid ola bilməz. Və axirət diyarına Allahın dediyi kimi baxıb qəbul edə bilmirsə, o heç vaxtı dünyadan zahid ola bilməz. Ona görə İmam İbn Rəcəb Əl-Həmbəli rahiməhullah Cəmi'ul Ulum vəl Hikəm məşhur kitabı var. Orada deyir ki, dünyadan zahid olmaq ənbiyaların və övliyaların şuarı idi. Dünyadan zahid olmaq ənbiyaların, peyğəmbərlərin, övliyaların, Allahın dostlarının şuarı idi. Dünyadan zahid olun, dünyadan zahid olun. Subhanallah. Fudayl İbn İyad rahimehullah deyir ki, miftahu şər hubbud dünya. Şərrin açarı dünyanı sevməkdir deyir. Və miftahul xeyr əz-zuhdu fid dünya. Xeyrin açarı dünyadan zahid olmaqdır. Siz təsəvvür edin, şərrin açarı dünyanı sevməkdir deyir. Yəni, dünyanı sevən insan şər üzərindədir, qardaş. Şərdir o insan, dünyanı sevir. Xeyrin açarı dünyadan zahid olmaqdır. Dünyadan zahid olmaqdır. Sonra, əziz qardaşlar, zuhd nədir? Zuhdun tərifi. Zahidlik deyəndə nə qəsd edilir, Rəşad qardaş? Zuhd, zahid olmaq. Nə olmaq? Nədir bu şey? Mahiyyəti. İmam İbn Qayyim rahimehullah Mədaricü Səlikin kitabında bir çox alimlərin sözlərini zikr edir. Mən bir-bir deyirəm, siz yadda saxlayın. Görün, axırda soruşacağım, hansı tərif daha münasibdir? Hansı tərif daha dolğundur, daha yaxşıdır? İbnül Cələ rahimehullah buyurur ki, zuhd huvan nazaru ilə dünya bi'eyni zəval. Dünyaya zəval gözündən baxmaqdır. Dünyaya zəval gözündən baxmaq nə deməkdir? Zəval nədir? Yazıq, yox. Bizdə yoxdur bu söz? Yox. Yox, zəval bizdə yoxdur söz. Var, nə deməkdir? Kim bilir mənasını? Yox. Yox. Zavallı, zaval. Keçici, gedən. Dur buradan izal ol deyirlər. Nə ol? Dur buradan rədd ol. Belə deyirlər. İzal, yox olmaq. Zaval. Zavallı da deyirlər. Zavallı insan. Hər bir halda dünyaya zəval gözünlə baxmaqdır. Keçib gedən. Qardaş müvəqqətidir, gəldi. Dünya da keçib gedəcək. Bu gözünlə baxırsansa zahidsən. İbn-i Əl-Cələ rahiməhullah deyir. Əbu Süleyman Əd-Darani rahiməhullah buyurur ki, zahidlik tərku mə yuşxilu anilləh. Zahidlik Allahdan məşğul edən şeyləri tərk etməkdir. Qardaş, bu dünyada Allahdan səni yayındıran, məşğul edən şeylər var yoxsa yox? Var. Tərk eləsən onu, zahidsən. Bu alimin tərifinə görə.
Başa sala bildim? Ruveym Cüneyddən soruşur. Deyir ki, zahidlik nədir? Bunlar Zöhrab, bu Ruveym, Cüneyd, İbnül Cələ, Əbu Süleyman Əd-Darani, bunlar uləma-ü zuhd adlanır. Zahidliyin alimləridir, subhanallah. Var məsələn fiqh alimi, var misal üçün təfsir alimi, düzdür? Dil alimi, lüğət alimi. Uləma-ü zuhd. Allahu akbar. Zahidliyin imamları, alimləri. Bu o alimlərdir. Sözləri hamısı onlar zikr edib. Ruveym Cüneyddən soruşur. Deyir, zahidlik nədir? Deyir ki, zahidlik istisxar-ı dünya. Dünyanı kiçik görmək, alçaq. Və məhvu əsərihə minəl qalb. Və izini, dünyanın izini qəlbdən silməkdir. İz salmasın. İz salmasın, qardaş. Dünyada olan şeylər qəlbində iz salmasın. Dünyanın izini, əsərini qəlbindən silsən, zahidsən bu alimin tərifinə görə. Fudayl ibn İyad, rahiməhullah, deyir ki, zahidlik halal şeyləri tələb etməkdir. Nə başa düşdünüz? Haram yiyən zahid? Ola bilməz. Halal olan şeylər yoxdur. Yalnız halal tələb edirsənsə, zahidsən deyir. Demək istəyir ki, qardaş, haram yiyən, o zahidsən, uzaqsan, sən zahid ola bilmərsən deyir. Əgər halal tələb edirsənsə həyatda, zahidsən. İmam Beyhaqi rahiməhullah özünün yazdığı Zuhd kitabında alimlərin sözünü zikr edir, zahidlik barəsində. Deyir ki, alimlərdən biri, deyir ki, zahidlik odur ki, varlı olmaqda, kasıb olmaqda sənin üçün eyni olsun, səva. Onda zahidsən deyir. Başa düşdünüz bunu? Adam var, varlı olanda dəyişir. Kasıb olanda başqa cür olur. Varlı olur, tapmaq olmur. Tapmı yoxdur. Bu zahid ola bilər? Qardaşım, zahid deyil. Bu alimin tərifinə görə zahid olmaq varlı olanda da, imkanlı olanda da, kasıb olanda da sənin üçün fərq etmir. Eynisən. Bu iki hal ikisində də eynidir, subhanallah. Vuheyb İbnül Vard Əl-Məkki, rahiməhullah, Məkkənin böyük zahid imamlarındandır. Deyir ki, zahidlik odur ki, dünyada nəyisə itirəndə narahat olmayasan. Nəyisə qazananda, əldə eləyəndə sevinməyəsən. Zahidsən onda deyir. Qardaşım, 150 mili maşın almamısan, qazanmısan da. Sevinirsən, zahid deyilsən. Subhanallah. Olsun. Sevindin, zahid sevinmir. Çünki bu alimin tərifinə görə, dünyada nəyisə itirəndə, qardaş, gedirdin, məsələn, maşın saxlamışam orada 150 min almışam dünənləri, 200 minə. Külək oldu, tufan. Daş düşdü üstünə, əzildi. İtirdim. Getdim özümdən. Zahid ola bilərsən? Yox. Nəyisə itirəndə, yaxud hər hansı bir şey, dünyada nəyisə itirdin, narahat oldunsa və nəyisə əldə eləyəndə sevindinsə, zahid ola bilmərsən deyir. Ağırdır yoxsa yox? Zuhd da ağırdır. Zahidlik də ağırdır. Sufyan İbn Uyeynə, rahiməhullah, zahidlik barəsində deyir ki, zahid odur ki, xoş güzaran içərisində olanda, hər şey yaxşı olanda şükür eləyir. Bəla, müsibət gələn vaxtı səbr eləyir. O zahiddir. Zahid budur. Bu cür tərif verib, subhanallah. Yusuf ibn Əsbat, rahiməhullah, deyir ki, zahidlik sabru aləl-əzə, əziyyətə səbr etmək və tərku şəhəvat, şəhvəti tərk etmək və əxzul xubzə bihələlihi, çörəyi halal yemək, yəni demək istəyir ki, qazanc halal və çörəyi halal yemək, bu üç şey. Kimdə bu üç şey olarsa, fəqat əxədə bi asli zuhd. Zuhdun, zahidliyin əslini götürüb artıq. Əsli var səndə. Şəhvət tərk etmirsən. Burada halal şəhvət yoxsa haram? Yoxsa ümumən şəhvət? Haram. Çünki şəhvət arada şəhvət deyəndə sən niyə münasibəti tək? Şəhvət hər şey ola bilər. Yemək də şəhvətdir, içmək insan. Bəli, halal, burada haramdan gedir söhbət. Tərk etməkdirsə haramdan gedir söhbət. Düzdür? Və səbir, əziyyətə səbir, zahidliyin əvvəlini götürüb.
Əbu Səid Əl-Ərabi, zuhd alimləri də hamısı, subhanallah, deyir ki, nə qədər zuhd alimləri gördüm, hamısı deyirdilər ki, fikir ver, zahidliyin əvvəli dünyanın qədrini qəlbdən çıxartmaqdır. Nə başa düşdünüz? Əlində tutur, yəni iş görür, amma yox. Əlində qəlbə salmır. Nəyini? Nəyini? Dünyanın belə deyək, ləzzətlərinin, keyfiyyətini. Bax sonra bir də deyirəm. Zahidliyin əvvəli deyir. Əvvəli, başlanğıcı. Dünyanın qədrini, o deyirlər, falan kəsin qədri var. Dünyanın qədri, yəni qədir qiyməti, hörməti, dəyəri. Dünyanın qədrini qəlbdən çıxartmaq, qardaş, dünyanın qədri yoxdur sənə görə. Qədir qiymətsiz şeydir. Çıxartmaqdır, qədrini. İnsanlar var ki, dünya onlara görə qədirli bir şeydir. Hara çıxardır, qardaş? Dünya ləzzət alır. Sabah açılıb ləzzət alır. Haramlarla böyüyür, bax, ona görə. Dünyanın qədrini, nə qədər qədri ki var, onu qəlbdən çıxartmaq zahidlikdir, deyir. Ağır tərifdir. Çox gözəl tərifdir. İmam Əhməd, rahiməhullah, soruşurlar ki, bir şey qeyd edim, İmam Əhməd zahid alimlərdən idi. Zahidliyin imamı idi. İmamlarından. İmam Şafii müəllimi. İmam Əhmədi 7 şeydə imam adlandırır. 7 yaxud 8. Əhməd İbn Həmbəl 7 şeyin imamıdır. Onlardan biri də Allahu Akbar, zahid idi həyatı, imam idi. İmam yəni zirvəyə çatmışdı. İmam yəni ona iqtida edilirdi bu söhbətdə. Zahidlik ona bax. Onlardan biri də sünnə imamı idi. Hə, sünnə. Deyirlər imam əhli sünnə. Sünnənin imamı bilirsiniz nə deməkdir? Sünnənin imamı. O dedi, qutardı Zöhrab. Əhməd dediyi həkimə, hədisi hökm verdi, qutardı. Yəni o dərəcədə yəni. Təsəvvür elə İmam Əhməd bir hədis barəsində deyir ki, uydurmadır. Zəifdir. Falan ravi mətrukdur. Qutardı söhbət. İmamıdır, bu fənnin imamıdır. Əl-Muhim. Deyir ki, zahidliyin də imamı idi, deyir. Deyir ki, soruşurlar ki, ya Əhməd, bir insanın 1000 dinarı var. 1000 dinar, hesab elə, nə qədər deyirsən indi? Ən böyük məbləğ. O zahid ola bilər həyatda. Deyir, ola bilər, deyir, əgər gedəndə hüzün çəkinmir, artanda sevinmir. Yəni o 1000 dinar olub olmaması fərq eləmir sənə. Ya adam var qardaş 10.000 maaş alırdı, 1.000-ə düşüb, yer tapmır özünə. 5.000 alır. Ha nə olur? Ha bu 50.000 istəyir. Dəyişib adam. Bu zahid ola bilməz qardaş. Heç vaxt zahid ola bilməz bu insan. İbn Qayyim rahimehullah Mədarij Salikin kitabında deyir ki, Səmi'tu Şeyxülislam İbn Teymiyyə qaddasallahu ruhahu yəqul. Eşitdim ki, İbn Teymiyyə Şeyxülislam belə deyir zahidlik haqqında. Əz-zuhdu tarku mə la yənfəu fil əxirə. Zahidlik axirətdə fayda verməyən şeyləri tərk etməkdir. İbn Qayyim bu sözü deyir, sonra şeyxinin sözünü. Deyəndən sonra deyir ki, və hədihil ibaratu min əhsəni mə qilə fi zuhd. Bu ibarə, tərif, zahidlik barəsində ən gözəl deyilmiş sözdür, deyir. Allahu Akbar. Yığcamdı yoxsa yox? Zahidlik axirətdə fayda verməyən şeyləri tərk etməkdir. Zahidlik axirətdə fayda verməyən şeyləri tərk etməkdir. Və İmam İbn Qayyim rahimehullah xülasə qutarır söhbəti deyir ki, bütün arif insanlar icma ediblər ki, zahidliyi belə yadda saxlayın. Zahidliyi qəlbi dünyaya vətən olmaqdan götürüb axirət mənzilinə qoymaqdır. Nə başa düşdünüz? Vətən eləmə. Qəlbi, qardaş, sən burada yaşayırsan. Cisim olaraq buradasan, bədən olaraq. Vətən eləmə bu, qəlb, hə, başa düşdünüz? Qəlbi dünyaya vətən olmaqdan götürüb, ora qoy, axirət mənzilinə qoyma, qəlbi, özün buradasan. Xülasədi zahidlik budur, deyir. Xülasə zahidlik budur. Biri soruşa bilər ki, Rəşad qardaş, zahid olmaq üçün
Məsələn, insanlar var, deyir, falan kəs deyir, zahiddir, biraz imanlıdır, ibadətlə məşğuldur, dağa çəkilib, dağa çıxıb, comada yaşayır, o coma deyirlər, kəndə gedib. Nədən uzaq? O, nə deyirlər? Dünyanı tərk edib, kişi gedib dağa. Necə baxırsınız buna? Yox, dağda evlənmir, eləmir, deyir, qardaşım, bu dünya boş şeydir, mən işləmirəm, eləmirəm, evlənmirəm, filan, məşğuliyyət. Çəkilmişəm, zahidəm. İmam İbn Qeym Rahiməhullah bu surətə cavab verir. Firoz, əlvat bağladı onu. Cavab verir bu suala. Deyir ki, batildir. Niyə? Çünki zamanının ən varlı insanı, Süleyman Peyğəmbərlə Davud Peyğəmbər zamanının ən varlı insanı idi. Mülk sahibi. Həmin zamanın ən zahid insanları olub. Allahu Akbar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm mütləq olaraq zahidlərin imamı idi. Mütləq şəkildə. Muhammed aleyhi salatu və səlləm. Qadınlarla evlənirdi, yoxsa yox? Bu elə bilir ki, qadınla evləndirsə zahidlik batdı. Şəhvət var axı. Zahid adam belə şeylər eləmir. Batildir. Yaxud misal üçün, varid olub Abdullah ibn Mübarək, məsələn, Leyth ibn Səad, bunlar böyük mülk sahibi olub onlarda, mal. Onlar amma zamanında ən zahid insanlar olublar. Həsən ibn Ali, nə qədər zövcəsi olub? Çox zövcəsi olub. Həsən zahid idi həyatda. Yəni bunun buna, adam var deyir, yemək yeməyəcəm, sabahdan gün orta yeyirəm ancaq. Nə olub, qardeş, başlamışam ibadətə. Nə deyirsiniz buna? Zahidəm deyir. Zahidəm. Olmaz, qardaş. Yəni, ümumiyyətlə tərk-i dünya deyəndə, zahidlik tərk-i dünyadır anlamı batildir. Tərk-i dünya, bunun içində hər şey var axı. İşləməkdir, yeməkdir, içməkdir, əylənməkdir, idman eləməkdir falan. Bunları hamısını tərk etməlisən ki, dünyada zahid olasa batildir, qardaş. İmamların yuxarıda qeyd etdiyim sözlərini zikirlədim. Gördünüz orada? Hansı deyirdi bunu? Zöhrə, billahi aleyk, hansı dedi ki, evlənməyəsən? Hansı dedi ki, işləməyəsən? Hansı dedi ki, pulunu... Heç bir, qardaş. Ona görə məfhum düzgün başa düşülməlidir. Bundan əlavə. İmam İbn Qeym Rahiməhullah Mədəris Səlikin kitabında İmam Əhmədin bir sözünü zikr edir. Deyir ki, zahidlik olur 3 cür. Yoruldun Emil? Zahidlik olur 3 cür. Allahu Akbar. Mən deyirəm, yaxın gör hansındansan. Ya elə demə. Üçündən birində varsan. Nadirdən soruşdum, görüm hansına daxildir. Zuhd deyir 3 cür olur. 1. Tərkul haram və huvə zuhdul avam. Haram şeyləri tərk etmək. Bu, avam insanların zahidliyidir. Haram şeylər. Adam var, gəlib deyir ki, qardaşım, mən içkidən uzaqam. Zahidəm. Bu zahidliyidir. Amma avam insanların zahidliyidir. Tərkul haram və huvə zuhdul avam. Haram. Bu qardaş gəlir deyir, yemirəm, içmirəm, zina eləmirəm, oğurluq eləmirəm, ribafı, zahidəm. Zahid yoxsa yox, zahiddir. Zahiddir. Amma avamların, bu zahidlik avam insanların zuhdudur. Məndə məsələn budur. Yox, sən də bilmirəm hansıdır, gəlir indi. Biz belə zahidik. İkinci, tərkul fudul fil halal və huvə zuhdul xavas. Halal olan şeylərin ehtiyac qədərindən artığını tərk etmək. Bu, xüsusi insanların zahidliyidir. Bir də deyirəm. Halal. Yemək halaldır, içmək halaldır, idman halaldır, oynamaq filan, halal. Halal olan şeylərin ehtiyac qədərindən artığını. Ehtiyacım var, yedim zörab. Doyunca yedim. Bu ehtiyacdır. Yox, qardaşım, ayaq üstündə saxlaya bildin özünü, bəs eləyir. İçmək. Qardaşım, bir dəfə evlənmirsən, bəs eləyir. Yox.
O düz deyir, eləmir. Özünə görə cavab deyildi. Düzdür? Özünə görə, kişi özünə görə cavab verir, eləmir deyib. Adamlar iki dəfə evlənib, ehtiyacı var üçüncüyə. Ehtiyac qədərindən artığını tərk etmək, bu deyir ki, xüsusi insanların zahidliyidir. Xavasul ibəd deyirlər buna. İbn Qayyim Rahimehullah bir çox kitablarında bu termin işlədir. Deyir, insanlar, xüsusi insanlar, seçilmiş insanlar. Qardaş, nə qədər halal şey var? Çoxdur da. Ehtiyac qədəri. Kimdə budur? Məndə bu deyil. Üçüncü, deyir ki, deməli, tarku mə yuşğilu anillah və huva zuhdul arifin. Allahdan məşğul edən şeyləri tərk etmək, bu arif insanların zuhdudur. Bu ən yüksəyidir. Allahdan məşğul edən şeyləri tərk etmək, subhanallah. Bilirsin nə deməkdir Zöhrə? Dəhşət. Arif insanların zuhdudur deyir. Arif insanların zuhdudur. Deməli, tərifini dedik, üçü barəsində dedik, nə qədər demir, danışırıq? 31 dəqiqə. Tayyib, nə qəşəng. İmam İbn Qayyim Rahimehullah həmin o kitabda, Mədar-ı Səlikin kitabında belə bir şey deyir. Zuhd minə şubuhat. Şübhəli olan şeylərdən zahid olmaq. Bunu kim necə başa düşür? Tərifləyir, əladır deyir. İnsan şübhəli olan şeylərdən zahid olmalıdır. Halalla haramın arasında olan. Haram. Deyir ki, şubuhat bərzax. Beynəl halal vəl haram. Şübhət, şübhəli şeylər, bərzaxdır sanki. Halalla haram arasında olan şeydir. Qardaş, yeyilməli şeylər var ki, şübhəlidir. Geyinilməli şeylər var ki, şübhəlidir. Yox. Misal üçün, alimlər ixtilaf ediblər ki, o əti yeyilməyən heyvanlar var, yırtıcı, onun dərisindən hazırlanmış şeylər geyinmək olar, yoxsa yox. İxtilafdır, şübhəlidir. Olar, olmaz. Yaxın, misal, yeyilən şeylər, alimlər ixtilaf ediblər, at əti halaldır, qatır əti halaldır, məsələn, ətlər var da heyvanların əti. Olar, olmaz. Şübhəlidir. Şübhəlidir. Şübhəli olan şeylərdən zahid olmalısan, deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm, həmsə ticarətdə, misal, bu ticarətdə günümüzdə daha çox olur. Ticarətdir. İndi, Allahül müstəan, 100 ticarətin növü artıbsa, 100. Əvvəlkilərdə 1-2 dənə idi də asıl. Ticarət aldın, verdin. Ümumi. İndi o qədər geniş yayılıb ki, ticarətin növü. Məsələn, 100 növdür. Vəsf eləyir, 98-i şübhəlidir. İkisinə deyirsən ki, halaldır. Növləri çoxdur ticarətin, biznes, bankla bağlı olan şeylər və s. Əvvəl belə şeylər yox idi deyə, verdin nağd, aldın nağd. Bu taksitlərdir, kreditlərdir, falan. O qədər artıb ki, şübhə çoxalıb. Şübhəli olan şeylərdən zahid olmalısan, deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim şübhədən çəkinərsə, dinini qorumuş olar. Dinini qorumuş olar. Şübhələrdən zahid olmaq məsələsi də bu idi.